Bax belə, bugün həftənin 5-ci günü və ümumiyyətlə bu günlər çox qeyri-adi bir proqram olacaq. Çünki qeyri-adiliyimiz elə anonslardan da görüblər, amma yadımdan çıxdı. Həminiz xeyir olsun, əziz və hörmətli lider, televizyon tamaşaçıları. Tamaşaçıları. Salamlayıram və hər zaman dediyim kimi sizləri salamlamaqdan qürur hiss edirəm. Nəinki Azərbaycanda, eləcə də dünyanın hər bir yerində, dünya Azərbaycanlar, hər vaxtınız xeyir olsun. Bugün nə olsun da, nələr baş verəcək? Gəlin bir izləyək ki, bugünkü günümüz bizim Nə olsun proqramın bugün 100-cü bölümü yayınlanır. Burada var bu şekerlerimiz var. Bizim dilde piçenya deyirlər də buna. Türkçəsi kurabiye. Ha, kurabiye deyirlər. Gəlin bir anonslarımızı izləyək. Yəni bir seyr edək, şahənşaha gedək. Görək orada kimlər oldu bugünkü günün qonaqları. Sonra isə buradayıq. Bax belə bugün yəni o adlarını çəkəcəyim və onlardan danışacağım qonaqlarımızın şahənşahda kimlər oldu onları gördünüz. İndi isə mən bugünkü günün bir qonağı var. Təbii ki onu dəvət eləyəcəm. Amma bu 100-cü bölümə ait gözəl bir ödülü almış Azərbaycanda gözəl isimlərdən biri. Azərbaycanın bir nömrəli parapsixoloqu Tamella xanım Salamovanı dəvət edirəm, buyursun. Hoş gelip sefalar getirmişsiniz Tamella Hanım. Buyurun. Tebrik ederiz. Tebrik ederiz. Akarıncı olmuşsun. Tabii ki bugünkü programımıza yani bir neçə gün bundan önce Şahənşah'da qeyd ettiğimiz bizim möhtəşəm gündə, möhtəşəm gecəyə özünün gözəl rəngini qatan, özünün gözəl havasını qatan, özünün gəlişiyle nəinki bizi eləcə də həmin xanımı burada tanıyanları sevindirən Türk Cumhuriyetler Birliği'nin başkan yardımcısı və eyni zamanda Kadın Qolları Başkanı Tulay Xanım Efendini Erunsalı bura dəvət edirəm, buyursun. Hoş gelip sefalar getirmişsiniz. Her zaman siz gələsiniz. Her zaman sizleri görək burada Azərbaycanda, Bakı şəhərində. Çünki Tulay xanım Azərbaycanı və eyni zamanda Azərbaycan mədəniyyəti və incəsənəti, Azərbaycan, buyurun əyləşin, Azərbaycan devləti, yəni çox sevir. Çünki illərdir Azərbaycana, Bakıya səfər edən Tulay xanım bizim hər birimizin sevdiyimiz bir xanımdır. Ceylan, onu başaracaqsan, yoxsa mən gəlim yardım edim. Tulay xanımı nəinki mən, eləcə də bizim bax proqramın digər aparıcı xanımı, bizim bir nömrə parapsixoloqumuz Tamella xanım çox sevir. Mən laf çox sevirəm. Sən derli oradan həmən Tulay xanım üçün şərait yaradı. Şərait yaradı. Teşekkür ederim. Beğendiniz mi? Evet, teşekkür ederim. Beğendi. Ceylan, yaman oynayırdın ha, süzürdün bu başdan o başa, o başdan her defa 100-cü buraxılış olmur ki. Gözüm 200'də də 200 də yəqin ki qeyd olunacaq. İnşallah Allah ömür versin, 200'də də olar. Və baxın, burada bu görürsünüz bu şekerləri Tulay xanım məhz bizim bu 100-cü bölümə həsr eləyib. Burada həm göz muncuğu var və eyni zamanda yazılıb 100-cü proqram. Tulay xanım, xoş gəldiniz, səfalar gətirdiniz, necəsiz? Çok teşekkür ederim Lider TV'ye, evimin konukları programı, siz ikinize çok ama çok teşekkür ediyorum. Bakü'de olmaktan çok mutluyum. Burası benim ikinci şehrim oldu. Tabii ki. Tulay xanım xatırlayır tamaşaçılarımız Azərbaycanın ən möhtəşəm, ən bahalı reality şousu olan, ən səs soraqlı şousu olan Lift reality şousunun final bağlanışına özel olarak geldi, iştirak elədi və eyni zamanda daha sonra bir ödül törənimiz də oldu, orada iştirak elədi. Necədir bizim Lider televiziyasını, amma siz arada sıra izləyirsiniz orada? İzliyorum tabii, senin sayende alışmış olduk. O çok keyifli programlar yapıyor. Özellikle Lider TV bütün ülkeyi kapsayan çok keyifli, detaylı çalışmalar yapıyor. Ve seni seyretmekten de büyük keyif alıyorum tabii. Evimin konakları
büyük bir keyif benim için. Çox sağ olun, təşəkkür Təkcə edirəm. təkcə onu mu bəyənirsiniz? Bəs bizi Sizi de çok seviyorum Gördün? tabii. Onunla Gördün? birlikte Tamela Hanım'ı da. Təbii ki. Sizi de inanılmaz derecede. Bugün həqiqətən baxın, mən hər zaman deyirəm ki, mənəviyyata qulluq göstərən Lidiya televiziyası biz reytinqə çalışmırıq. Çünki bizim rəhbərliyimizin də, bizim çalışanlarımızın da elə o rəhbərlikdən aldığımız o etimadı doğrultmaq istəyirik hər zaman. Çünki Lidiya televiziyası biri var reytinqə çalışmaq, bir də var ki, mənəviyyata çalışmaq. Mənəviyyat ən öndə gedən reyting olsa da olar, olmasa da olar. Reytinqlə bizim işimiz yoxdur. Bizimki biz elə bir proqramlar hazırlayıb yayımlamağa çalışırıq ki, gənclərin, gənc nəslin həm mənəviyyatında, yaşlı nəslin həm o keyflə oturub izləyəcəyi bir proqramlar olsun. Çünki reytinqlə olanda bəzi şeylər var ki, gedir başı və yaxud da ki, ayağı harasa bağlanır. Tamela xanım, təbrik edirəm. 3 xanıma qarşıdan çox gözəl çıxış elədi, görəcəksiniz. Tulay xanım dedi ki, qarşıdan Dünya Qadınlar Günü gəlir, 8 mart Beynəlxalq Qadınlar Günü gəlir və ona görə də Azərbaycanda başarılı isimlər, sevilən xanımlar, seçilən xanımlar, Amaliya xanım Pənahova, Fəxriyə xanım Xələfova və eyni zamanda Tamela xanım Salamova o gözəl ödülə layiq görüldülər. Tamela xanım, təbrik edirəm sizi. Nə olsun, proqramının da uğurudur bu. Xanım əfəndiyə təşəkkürümü bildirirəm ki, mənə ödül verdilər. Fəxr edirəm. Bu verişlə fəxr edirəm. Hamını bağırma basıram. Çox sağ olun, təşəkkür edirəm və baxın, birazdan mən öz təşəkkürümü bildirəcəm, amma hal-hazırda aşağıdakı nömrələri görürsünüz. Yəni bu bizim nömrələrimizdir. Nə olsun nömrəsidir. Tamela xanımla əlaqə saxlamaq istədiyiniz nömrələrdir. Amma başqa nömrələri də qarışdırmayaq. Mən geri gəlmişkən indi bir daha mən həmin o gecəyə qayıtmaq istəyirəm. O gecədə nələr baş verdi, nələr oldu, indi onu görəcəksiniz. Amma yeri gəlmişkən mən Gül Dünyasına özlərim təşəkkürümü bildirirəm. Gül Dünyası Azərbaycanda nömrə 1, dünyanın bütün eksotik gülləri Gül Dünyasındadır və Gül Dünyası həqiqətən bizim üçün çalışır və Gül Dünyası elə Şahənşahda da o möhtəşəm sarayda özünün əl işlərini orada göstərdilər. Təşəkkürlər Gül Dünyasına və təşəkkürlər Məhbubə Ekskluziv Pərdə və Tül evinə. Çünki Məhbubə xanımın dükanında olan o pərdələr, yəni Bakı şəhərində heç bir yerdə yoxdur demək olar ki. Çünki orada həqiqətən əsl, yəni bizim istədiyimiz əsl o xəyallar qurduğumuz pərdələr, sənət əsərləri elə Məhbubə Ekskluziv Pərdə və Tül evindədir və qeyd eləmək istəyirəm ki, həmin anı göstərəcəm, ekranlara gələcək. Ödül verildi 3 xanıma və həmin o ödülü verilən anı indi ekranlara gətirəcəm və orada bir anda var ki, Azərbaycanda səs, işıq, sonra bilmirəm, yəni hər şey mükəmməl olan Şahənşah Şadlıq Sarayının elə biz açılış törəni də qeyd elədik. Mən Rəşid müəllimi və eyni zamanda onun bütün kollektivini təbrik edirəm. Nə gözəl ki, Azərbaycanda o bir-birinə söz deyəndə toyun, o musiqinin o gedən zamanında ki, bağıra-bağıra deyirsən, aya, eşitmək olur. Hə, amma burada səs elədir ki, bütün divarlar məhz özəl olaraq yəni hazırlanıb ki, səs insanların beyninə təsir eləməsin və səsə də yüksək, yəni o sürəti artırmasınlar ki, insanlar o qulaq kar olacaqsınız. Yəni o qədər toylarda səsləri çox danışmaqdansa da baxmaq məsləhətdir. Bir daha hər birinizi salamlamaq mənim üçün qürur və bugün Nə Olsun proqramının 100-cü
verilişi, 100. buraxılışına bir daha hoş gəlib, səfalar gətirmisiniz deyirəm. Və bugünkü bu özel günə Türkiye'den bizim her birimizin tanıdığımız ve tabii ki Lift Reality Show'sundan tanıdığınız ve hemen Lift Reality Show'sunda geldi, iştirak elədi. Türk Cumhuriyetleri Birliği'nin Başkan Yardımcısı ve aynı zamanda Kadın Kolları Başkanı, alkışlarınızla Tulay Hanım Erunsal'ı bura davet edirəm, buyursun. Serkan'cığım çok teşekkür ediyorum. Evimizin konukları olmaktan en son 100. programda bana da nasip olduğu için inanılmaz mutluyum. Ben hepinizi saygı ve sevgiyle selamlıyorum. Hepinize afiyet olsun diyorum. Türk Cumhuriyetleri Birliği Kadın Kolları olarak önümüzdeki günlerde biliyorsunuz 8 Mart Dünya Kadınlar Günü. Bugünü bizim de Azerbaycan'da 3 tane çok değerli hanımefendiye seçmiş bulunmaktayız. Çünkü Azerbaycan'da çok başarılı iş kadınları, sanat camiasından hanımefendiler var. First Lady'ler var. Ben hepsine buradan 8 Mart Dünya Kadınlar Günü'nü kutluyorum. Evimizin konuklarından da tanıdığınız Tamila Hanım, parapsikolojide inanılmaz derecede başarılı ve ilim yapmış bir hanımefendi. Dolayısıyla İstanbul'da da çok güzel yerler edinmiş, insanların sevgisini kazanmış, ünü ta Türkiye'ye kadar aşmış olan Tamila Salimova'yı davet ediyorum ben. Akşamınız hayır. Çok sağ olun ki sahip gelmişsiniz. Sanat dünyasının Azerbaycan'da ve ünü bütün dünyaya aşmış Amelia Penahova'yı davet ediyorum. Amelia Hanım, sizi seviyorum. Başarılarınızın devamını diliyorum. Bunu da sen takdim et Serkan'cığım. Alkışlarınız gelsin. Bugün bir daha sübut olundu. Yani Serkan, ben Ne Olsun verilişinin 100. sayını təbrik eləyirəm və gün o gün olsun ki 100 yox, necə ki dedi 100 il davam eləsin və bayramımız mübarək və təşəkkür eləyirəm belə böyük kıymet için. Azerbaycan'ın çok moda dünyasında çok tanınmış bir numaralı First Lady'si, aynı zamanda da Türkiye'de bir dönem İzmir'de bulunmuş ve ben onun güzelliğine hayranım. Onu davet ediyorum buraya. Buyurun. Fahriye Halapa. Sizi özlemişim. Çok sağ olun. Ben ürəkdən təşəkkürümü bildirirəm və məni Serkan Bey bu məclisə dəvət eləyəndə heç demədi ki, mən bu qədər dəyərli, yəni ödüllərin hamısı, inanın, hamısı dəyərlidir, hamısı bizim üçün çox vacibdir, amma bu qədər gözəl bir sevgi ödülünü bugün almaq mənim üçün inanın ki çox xoşdur. Bu bir sürpriz oldu mənim üçün. Tulay xanım, mən də sizi çox özlədim. Siz çox gözəl xanımsınız, çox
Biz çok şadıq ki siz gelirsiniz bize bak bu kadar dikkat yetirirsiniz, zamanınızı ayırırsınız. Serhan ben size de teşekkür ediyorum ki siz bu bütün bu merhaleleri organize edirsiniz, bizi davet edirsiniz. Bu çok hoştu. Bu benim için bu 2014. yılda birinci ödülümdü ve bu sevgi ödülüne göre olduğuna göre benim için benim kalbimde her zaman bu ödülün yeri olacak ve ben bugünü hiçbir zaman unutmayacağım. Çok sağ olun, çok sağ olun. Bugün yenə belə sənət dünyası buradadır. Başqa bir şey anlamayın. Mənim mənəvi də dayımdır, Rəşid bəy. Təbrik eləyirəm və istəyirəm ki, Nigar xanım, Türkiyədən gəlib, Tulay xanım, Amalya xanım, verin bunu mən saxlayayım. Tamella xanım, birlikdə Azərbaycanın və Türkiyənin bu dəyərli xanımları bir açılış törəni etsinlər. Rəşid bəy, təbrik edirik. Bütün komandanı təbrik edirik. Kesebilirsiniz. Azerbaycan'da analogu olmayan yeni şadlık sarayı Şahenşah artık sizin ixtiyarınızda. Burada hizmet süperdi. Buranın aşpazları, buranın qulluğu, ümumiyyətlə burada toy edenler ne olsun demeyecekler. Bura süperdi, bura mükemmeldi. Buranın tayı beraber yoktu. 300, 400, 500, 600 nəfərlik qonaqlarınızda yüksek hizmet Şahenşah'da. Şahenşah'da ses ve ışık mükemmeldi. Çünkü Azerbaycan'da tek ve yegane olarak Şahenşah'da sesi ve akustikanı nəzərə alarak bütün sarayın divarları xüsusi olarak divar örtüyünden istifadə olunmuştu. İnsanların rahat gelebileceği bir yer. Bakı şəhərində tam merkezde elə Azadlıq metrosunun yanında ve buradaki hizmet sizi gözləyir. Beylə gəlinə mükemmel hediyeler ve aynı zamanda toy sahiplerine güzel indirimler Şahenşah'ta sizi gözləyir. Şahenşah əsl siz diyen bir yerdi. Çünkü ne olsun demeyeceksiniz. Şahenşah süperdi. Kızın orada ne işi var? Şahenşah artık sizin ihtiyarınızda. Görüşme ümidiyle. Neftçiler Xəstəxanasından gələndə Bakı körpüsünə qalxmadan hemen yolun solunda Yusif Səfərov 10A'da yerləşən Azərbaycanda nömrə 1 olan Gül Dünyasında gül-dünyası.com saytına girip siz online sipariş edə bilərsiniz. Və onu da nəzərinizə çatdırmaq istəyirəm ki online sipariş eləyənlərə 5, 10, 15% endirimler de olacak. Çünkü biri var gelip nəqd buradan alırsınız. Hem zəhmət çəkirsiniz hem de ola bilsin baha başa gelsin. Ama online sipariş siz bizim internet saytımızdan ve daha ucuza başa gelecek. Bir de hiç zahmet çekmeden biz size özümüz təqdim edəcək hədiyələri ve ondan da əlavə eğer hediye almak istəyirsinizsə burada mükemmel hediyeler var ve bir daha demək istəyirəm ki toy, nişan, xına yaxtı üçün ve gəlinlər üçün çok mükemmel aksesuarlar ve hediyeler Gül Dünyasında. Bakıda nömrə 1 olan Məhbuba ekskluzif pərdə ve tül evindeyik. Bakı şəhərində yeni istifadəyə verilmiş Məhbuba ekskluzif pərdə və tül evində Azərbaycanda olmayan pərdələr məhz buradadır. Ümumiyyətlə mən sizə bir şey deyim ki, pərdəçilik böyük bir sənətdir və o sənəti davam etdirən Azərbaycanda Məhbuba xanımın məhz pərdə və tül evində ekskluzif pərdələr sizin üçündür. Və bugün dəbdə olan istər hörük olsun, istər badə, rumka modeller deyirlər, onlar olsun ve isterse de hiç fark eləməz. Yani çok cürbəcür olan ve mükemmel çeşitlere sahip olan Məhbuba ekskluzif pərdə ve tül evinde sizin istediğiniz ve arzu ettiğiniz bütün çeşitler Məhbuba ekskluzif pərdə ve tül evinde. Ve aynı zamanda burada siz ekskluzif olarak el işi var ki burada yatak örtüleri ki bunlar tam olarak el işidir ve hiçbir yerde görebilmediğiniz yatak örtüleri mükemmeldir. Larını gelin kösürtmek isteyen anaların tek ünvanı ele Azadlıq 111'de yerleşen Məhbuba ekskluzif pərdə ve tül evindedir. Çünkü burada sizi mükemmel indirimler gözlüyor ve aynı zamanda buradaki olan perdeler Azerbaycan'da, Bakı şehrinde
heç bir yerdə yoxdur. Mükəmməl bütün qızlara nəsib olsun inşallah. Bax belə reklamlardan sonra davam edirik. Mən bir daha Tulay xanıma xoş gəlib səfalar gətirmisiniz deyirəm. Tulay xanım, bugün biz çox danışmayacağıq. Bugün mən istəyirəm ki, siz danışasınız. Azərbaycanı bir daha gəlmisiniz. Necə görürsünüz? Nə dəyişikliklər, nə var Azərbaycanda? Bir sene olmuş ben geleli. İşte Lift TV'nin final programına Lift programı, bəli. Evet, o programa gelmiştim. İnanılmaz derecede Bakü'de bir modernleşme artmış. Dükkanlarda olsun, çevrede olsun. Bu ilerlemeden çok mutlu oldum tabii. Çok keyifli bir şehir olmuş. Ben kutluyorum tabii. Bu arada sizin prezidentiniz İlham Aliyev'e, bu ülkede çalışan, hizmet veren herkese tekrar sizin adınıza da, kendi adıma da teşekkür ediyorum. Çox sağ olun, təşəkkür edirəm. Təbii ki, Azərbaycan son illərdə müstəqilliyi qazanan bu gündən, qazandığı gündən bu günə qədər həqiqətən ən sürətlə, ən vüsətlə irəliləyən bir ölkə Azərbaycan və Azərbaycanda qabaqlar dünyanın hər bir yerində Azərbaycanlı var. İstər Amerika olsun, istər Rusiyanın şəhərləri olsun, mən niyə hər zaman salam göndərirəm, öz səlamlarımı çatdırıram dünya Azərbaycanlıları deyə. Qoymur ki, mən də onlara salam deyim. Onu yalnız o mənim işim deyə. Amma qabaqlar var idi, bir vətən həsrəti var idi insanlarda. Bugün vətən həsrəti də var, amma o vətən həsrətinin içində artıq elə bil ki, o vətən həsrəti biraz, nə bilim, yəni azalmış. Niyə görə azalmış? Çünki hər kəs Azərbaycanda, Bakı şəhərinə və eyni zamanda tək Bakı şəhərində deyil, Azərbaycanın digər şəhərlərində hər kəs yenidən bir kapital yatırmaq istəyir, bir ev almaq istəyir, bir ev tikdirmək istəyir. Çünki Azərbaycan həqiqətən günü-gündən gözəlləşir. Çünki Azərbaycanda olan, bilmirəm, yəni bütün bunları təbii ki, elə Azərbaycana gəlib yaşamaq və Azərbaycana tez-tez gəlmək lazımdır. Bütün bunları biləsiniz. Tamela xanım, Tulay xanımı siz İstanbulda olarkən və İstanbulda o bir gecəmiz də oldu, oradan olarkən tanıyırsınız. Necədir Tulay xanım? O mənim o danışdığım, tərif etdiyim Tulay xanımdır, yoxsa yox? Tərif etdiyim Tulay xanımdır. Yəni, çox istəyirəm o xanımı, böyük hörmətim var. Teşekkür ederim. Bağrıma basıram. Yəni, həmişə onu biz danışırıq, sizinlə də oturanda söhbət edəndə həmişə Sərxanla danışıram ki, Sərxan, mən istəyirəm onu görməyə. Çox istəyirəm sizi, valla. Sizin demək olmasın, sizi çox istəyirik. Tulay xanım, Azərbaycan mədəniyyəti, kültürü və eyni zamanda Türkiyədə olan, bugün Türkiyə daha, məsəl üçün bu dizilər, seriallar, bunlar var, məsəl üçün daha öndədir. Niyə Azərbaycandan, baxın, mənə soruşacaqlar ki, niyə bu dizi sektorunda və yaxud, məsəl üçün, tiyatro sektorunda var, biri var, yəni o başqa bir şey. Niyə Azərbaycandan dəvət, yəni bizimkilər dəvət almır Türkiye'deki o dizi sektöründe çalışmak için, rol almak için? Belki oradaki kültür elçileriniz, kendi sanatçılarınız bunu tanıtmak için çok fazla çaba sarf etmiyorlar sanırım. Ben öyle düşünüyorum. Günah bizde. Demek günah bizde. Yok, çok düzgün. Bakın, niye? Niye? Ben bugün burada mesela için ister Tarkan megastar, o başka bir konu. Mesela için ister Demet olsun, ister Hande olsun, evet, ister Sinan Akçıl olsun, ister kim olursa olsun. Niye ben bugün bunları burada dinleyirəm? Çünkü demek ki onlar öz tanıtımını, demek ki onların çalıştıkları şirketler öz tanıtımlarını doğru düzgün ettiklerinden göre ben bugün onları dinleyirəm. Ama bizimkiler mesela bilmem toy güzel bir şeydi ama o kadar da özlerini o pazarlama deyirlər də, o pazarlama işini daha mükemmel yapmalı. Çok tevezzükarıq ona göre. Nedir? Tevezzükarıq o da göre. Gözür ki bizi çağırsınlar. Sanki hiç kim görmesin. Tek özün oku, özün gör. Okuyan adam oxumalıdır, onu kimsə bir prodüser təşkil eləməlidir, bunu kimsə bir təşkilatçı təşkil eləməlidir. Yəni o düzgün yolu o qurumlar olmalıdır da. Yəni sən aktyorsan, rejissorsan, axı sən kimsə çıxartmalıdır, göstərməlidir. Sən özün gedib deməli deyilsən ki, mən nəsə çəkirəm. Ama o kadar da değil. Yani şimdi ayın 12'sinde, 12 Şubat'ta Elçin Efendiyev'in Shakespeare'i sahneye kondu. Ben de ziyaretine gittim. Seyrettim oyunu. Çok da güzel olmuştu. Taşıyıcı olmak gerekiyor tabii. Yani
Serkan'ın dediği gibi tanıtım çok önemli. Yox, bizdə niyə? Bax, məsəl üçün belə götürək. Zəngin qız və fakir oğlanda, məsəl üçün də Azərilərdən artıq 2 dəfə dəvət alıblar. Yəni Azərbaycan adı da hallanıb, Sənibər İskəndərli də orada çıxış edib. Sonra daha sonra ikinci, yəni növbəti bölümlərində də ara sıra Azərbaycanlılara yol verilib. Amma çox azdır. Bakın, Yok, bakın. yok. Bütün bunların hamısı Biz da çok seviyoruz Azerbaycan. istekten asılıdır. Bugünkü bölümümüz ben bütün emeği geçen insanlara ne olsun programında işte adı üstünde ne olsun programında bu 100 bölümde yani 100 verilişti efirə yayımlandı. Ben her bir kese zəhməti keçən her bir kese özlerine teşekkürümü bildirirəm. Siz ki məni dözmüşsünüz bu 100 bölüm. Bu 100 verilişi ki məni dözmüşsünüz. Demek siz böyle insanlarsınız. Yani bütün çalışanlara öz teşekkürüm bilirəm, haqqınızı halal edin deyirəm və heç çox da danışmaq istəmirəm. Bir dənə də bağlanaq, baxaq görək Şahənşahda biz nələr eləmişik. Yəni qonaqlarımız çox olub axı. Sizin də bir məlumatınız. Hələ qonaqlar nələr eləyiblər? Sərxan, təbrik edirəm. Uğurlu olsun. Həqiqətən çox zəhmətkeş insansan və bu zəhmətinin bəhrəsidir ki, sənin bu günündə bütün dəyərli incəsənət insanları səninlə bu günü paylaşırlar. Biz Sərxanla doğrudan da ki, çox yaxınıq. Həm ailəvi, həm yəni sənətimizlə bağlı, yəni dostluğumuz, münasibətimiz çox gözəldir və mən onun hər belə deyək, xoş gününə çox sevinirəm. Kameranın arxasında nə qədər zəhmət çəkən kollektiv var. Mən onları ürəkdən təbrik eləyirəm. Çünki çox əziyyətləri olur onların. Arzu edirəm ki, çox baxımlı olsun, uzun ömürlü olsun. Orada Sərxan var, o uzun ömürlü olacaq. Nə olsun verilişinin 100-cü sayını təbrik edirəm. Bütün yaradıcı heyətə uğurlar diləyirəm. Başda Sərxan olmaqla. Bu veriliş çox baxımlıdır. Və bugün biz bu 100-cü sayı qeyd eləyərkən burada biz ödüllər aldıq. Mən Tamilla Salamovanı təbrik edirəm. Fəxriyə Xalafovanı təbrik edirəm. Doğrudan da Azərbaycan teleməkanında öz yeri olan bir verilişin, nə olsun ki verilişinin 100-cü buraxılışıdır. Mən Sərxanı təbii ki və bütün yaradıcı qrupu təbrik edirəm bu münasibətlə. Mən bilirəm ki, tamaşaçılar bu verilişi çox sevir. Çoxlu sayda insanlar bu verilişi seyr edir. Azərbaycan mədəniyyəti, show biznesi bu verilişdə gündəmə gətirilir və çox maraqlı verilişdir. Kulakların gözü sensen, ocakların gözü sensen. Hamı bilsin bu nəğməni, özü mənəm, sözü sensen. Mən elə bu verilişə 100 il ömür arzulayıram. Bir verilişin 1 il, 3 il, 10 il efirdə olması əslində çox böyük uğurdur, çox böyük müvəffəqiyyətdir. Sərxan bəyin həmişə layihələri uğurlu olur və bu layihəsində şükür 100-cü buraxılışıdır. Gün o gün olsun 1000-ci buraxılışı və daha artığı olsun. Senin yara gözüne mən qurbanama esmira, senin şirin sözüne mən heyranam esmira. Verilişi araya ərsəyə gətirən hər kəs təbrik edirəm, tək Sərxanı yox. Toma xanımı da təbrik eləyirəm. Bugün eşitdiyimə görə ödül alıb. Onu da təbrik eləyirəm. İnşallah ki, bundan da gözəl ödüllərə layiq görürlər Allahın köməkliyi ilə. Və sizə də təşəkkürümü bildirirəm. Mən gördüyüm teleməkanda ilk olaraq 100-cü buraxılışı qeyd edən bir proqramı gördüm. Yəni başqa bir proqram görməmişəm ki, 100-cü buraxılışını belə bir yüksək səviyyədə qeyd eləsin.
Toma xanımı təbrik edirəm. Toma xanım da ödül alıb. Bu veriliş ümumiyyətlə çox baxımlı veriliş oldu. Balacadan böyüyə qədər mən deyərdim ki, bu veriliş başlayanda hamının evlərində məhz lider kanalı açılır. Sərxanı ürəkdən təbrik edirəm. Sərxanı biz çox istəyirik, ailəlikcə çox istəyirik. Öpürük onu. Həmişə öz ampulasındadır, qeyri-adidir, çox gözəl də verilişi aparır, idarə edir. Tamilla xanımı da öpürəm. Onu da ürəkdən təbrik edirəm. Mükafat almağı münasibətilə pozitiv auralı bir xanımdır. Öpürəm hamınızı. Sizi çox istəyirik. Həmişə sükanı belə saxlayın. 1000 qat əziyyət çəkmisiniz, 100 dəfə əziyyət çəkmisiniz. Onun ərsəyə gəlməsi çox çətin məsələdir. Yaxşı verilişin ərsəyə gəlməsi çətin məsələdir. Sənin verilişin çox uzun ömürlü olsun və dostların həmişə əhatəndə olsun və Toma xanımı da ürəkdən təbrik edirəm. Səni mənə tanrı verib ay kimi, ömrümə nur saçırsan ah kimi. Səni mənə tanrı verib ay kimi, ömrümə nur saçırsan ah kimi. Bayaqdan elə hamı deyir ki, 100 illik münasibəti ilə mənə belə gəlir ki, elə bu verilişin doğrudan da 100-cü yox, 100 illiyi olacaqdır inşallah. Mən də Toma xanımı ödül almaq münasibətini təbrik edirəm. Uzun ömür, can sağlığı arzulayıram. Xeyirli və uğurlu olsun. Ödüləm mama, yarıram mama, sevirəm mama, esmirəm. Ödüləm yarıram, yarıram, sevirəm, esmirəm. Verilişin 100-cü buraxılışını təbrik edirəm. Sərxan, o gün olsun sənin 100 yaşın olsun. Günlərə baxdım, nağıl imiş o vaxtım. Uşaq kimi darıxdım, sənə bağlandım yenə. O intizar sürərkən, zaman doldu çox erkən. Unutmaq istəyirkən, sənə bağlandım yenə. O verilişdə, o gözəl, baxımlı verilişdə, nə olsun verilişində parapsixologumuz Tamilla xanımın da ödül alması münasibətilə səmimi qəlbdən təbrik edirəm. Mən Tamilla xanımı təbrik edirəm. Arzu edirəm ki, onun işlərini çox gözəl müvəffəqiyyətlər arzu edirəm işlərini. Səmimi qəlbdən Sərxan qardaşımızı təbrik edirəm. Mən ona arzu edirəm ki, bu verilişin biz gün o gün olsun 200-cü verilişin qeyd eləyək. Uzun ömürlü ümumiyyətlə arzu edirəm. Bütün tamaşaçı sevgisi arzu edirəm verilişə. Əzizlədim, bir yar sevdim, ürəyimi ona verdim. Nə doyunca üzün gördüm, kimə qismət oldu yar. Forma etibarilə, belə deyək, məzmun etibarilə Sərxanla hərdən bir danışırıq, dəyişikliklər də eləmək fikrindədir. Hər nə eləsə, yaxşılığa doğru uğurlar arzulayıram. Biz də yardımcı olacağıq yəqin ki. Bir də oranın o yaraşığı olan, o göz muncuğusu olan, o verilişin gözə gəlməməsinə səbəb olan Toma xanımı təbrik edirəm. O ödül alması münasibətilə. Bütün qonaqlarımızın adından Toma xanım, axırıncı yox, axarıncı olsun, xoşbəxt olasan, sənə qadın saadət arzu edirəm. Sən çünki ona layiq insansan. Teşekkürlər. Var olasın. Çox sevinirəm. Çox sağ olsun Lize kanalına öz təşəkkürümü bildirirəm. Sərxana öz təşəkkürümü bildirirəm. Azərbaycanda analogu olmayan yeni şadlıq sarayı Şahənşah artıq sizin ixtiyarınızda. Burada xidmət superdir. Buranın aşpazları, buranın qulluğu, ümumiyyətlə burada toy edənlər nə olsun deməyəcəklər. Bura superdir, bura mükəmməldir. Buranın tayı bərabəri yoxdur. 300, 400, 500, 600 nəfərlik qonaqlarınıza yüksək xidmət
Şahanşahda. Şahanşahda səs və işıq mükəmməldir. Çünki Azərbaycanda tək və yeganə olaraq Şahanşahda səsi və akustikanı nəzərə alaraq bütün sarayın divarları xüsusi olaraq divar örtüyündən istifadə olunmuşdur. İnsanların rahat gələ biləcəyi bir yer. Bakı şəhərində tam mərkəzdə elə Azadlıq metrosunun yanında və buradakı hizmət sizi gözləyir. Bəylə gəlinə mükəmməl hədiyyələr və eyni zamanda toy sahiblərinə gözəl endirimlər Şahanşahda sizi gözləyir. Şahanşah əsl siz deyən bir yerdir. Çünki nə olsun deməyəcəksiniz. Şahanşah süperdir. Qızın orada nə işi var? Şahanşah artıq sizin ixtiyarınızda. Görüşmək ümidi ilə. Neftçilər xəstəxanasından gələndə Bakı körpüsünə qalxmadan həmən yolun solunda Yusif Səfərov 10A-da yerləşən Azərbaycanda nömrə 1 olan Gül Dünyasında gül-dünyası.com saytına girib siz onlayn sifariş edə bilərsiniz və onu da nəzərinizə çatdırmaq istəyirəm ki, onlayn sifariş edənlərə 5, 10, 15% endirimlər də olacaq. Çünki biri var gəlib nəqd buradan alırsınız, həm zəhmət çəkirsiniz, həm də ola bilsin baha başa gəlsin. Amma onlayn sifariş edərsiniz siz bizim internet saytımızdan və daha ucuza başa gələcək. Bir də ki, heç zəhmət çəkmədən biz sizə özümüz təqdim edəcək hədiyyələri və ondan da əlavə əgər hədiyyə almaq istəyirsinizsə burada mükəmməl hədiyyələr var və bir daha demək istəyirəm ki, toy, nişan, xına yaxtı üçün və gəlinlər üçün çox mükəmməl aksesuarlar və hədiyyələr Gül Dünyasında. Bakıda nömrə 1 olan Məhbuba eksklüziv pərdə və tül evindəyik. Bakı şəhərində yeni istifadəyə verilmiş Məhbuba eksklüziv pərdə və tül evində Azərbaycanda olmayan pərdələr məhz buradadır. Ümumiyyətlə mən sizə bir şey deyim ki, pərdəçilik böyük bir sənətdir və o sənəti davam etdirən Azərbaycanda Məhbuba xanımın məhz pərdə və tül evində eksklüziv pərdələr sizin üçündür. Və bugün dəbdə olan istər hörük olsun, istər badə, rumka modellər deyirlər, onlar olsun və istərsə də heç fərq eləməz. Yəni çox cürbəcür olan və mükəmməl çeşidlərə sahib olan Məhbuba eksklüziv pərdə və tül evində sizin istədiyiniz və arzu etdiyiniz bütün çeşidlər məhz Məhbuba eksklüziv pərdə və tül evində. Və eyni zamanda burada siz eksklüziv olaraq məhz əl işi var ki, burada yataq örtüləri ki, bunlar tam olaraq əl işidir və heç bir yerdə görə bilmədiyiniz yataq örtüləri mükəmməldir. Larını gəlin köçürmək istəyən anaların tək ünvanı elə Azadlıq 111-də yerləşən Məhbuba eksklüziv pərdə və tül evindədir. Çünki burada sizi mükəmməl endirimlər gözləyir və eyni zamanda buradakı olan pərdələr Azərbaycanda, Bakı şəhərində heç bir yerdə yoxdur. Mükəmməl bütün qızlara nəsib olsun inşallah. Belə aparıcılarımız da azdır. Belə istedadlı insanlar da bu günləri efir məkanında azdır. Ona görə dostum Sərxanı ürəkdən təbrik edirəm. Ona uzun ömürlü veriliş arzu edirəm inşallah. Sərxanla qısa zamanda tanış olsam da, amma onu çox istəyirəm. Həqiqətən çox səmimi insandır və onunla bərabər Toma xanımı da təbrik edirəm. Verilişin 100 ili ilə münasibəti ilə, yəni ürəkdən təbrik edirəm, səmimi qəlbdən. Çox sağ olun, təşəkkür edirəm. Və ən böyük arzum odur ki, günlər o günlər olsun, bunun 1000-ci buraxılışına gələk və Toma xanımı mən ürəkdən təbrik edirəm yeni mükafatı münasibəti ilə. Toma xanım, sizlərə də uğurlar arzulayıram və ən böyük arzum odur ki, bir-birimizə hər zaman soruyaq. Nə olsun, nə olsun, 100-cü buraxılışın mübarəkdir. O gün olsun 200, 300, 400, 500 beləcə davam eləsin. Bax, reytingi saxlamaq şərti ilə reyting aşağı düşməsin, qalxsın hava. Yaşadığım həyat, aldığım nəfəs yalanın adı, gözümdəki dəyərini əvəz eləməz, yalanın adı. Təbrik edirəm yenə, ona böyük uğurlar arzu edirəm.
qarşıdan gələn layihələrində. Tamila xanımı da bugün aldığı mükafat münasibəti ilə təbrik edirəm. Tamila xanım həqiqətən də qeyri-fitri bir istedada malikdir. Onun da, yəni bu istedadı tək Azərbaycanda deyil, hətta Azərbaycanımızdan kənarda da özünü büruzə verdiyi üçün də məhz o belə gözəl mükafatlara layiq görülüb. Hamınızı təbrik edirəm, öpürəm. Ürəkdən təbrik edirəm, Sərxanı təbrik edirəm, Sərxanın ətrafında olan komandanı təbrik edirəm və bayaq söylədim orada 100 verilişdir. Gün o gün olsun 100 il demirəm, amma 50 ili qeyd eləyəsiniz. Mən nələr çəkməmişəm ömrümün yollarında, qollarım 5 yolsun, gəl uzan qollarımda. Və Toma xanım gözəl bir ödül aldı. Onu da təbrik edirəm və deyim ki, Toma xanımın çox superdir. Yəni mən bunu özüm yoxlamışam ki, yəni hər şey düz deyir. Anında, vaxtında. Sərxanı da öpürəm, mənim yaxın dostumdur. Bu verilişin ərsəyə gəlməsində bütün kollektivə təşəkkür edirəm, can sağlığı arzu edirəm. 100-cü buraxılış yox, mən isə 100 illik ömür arzulayıram. Çünki 100-cü buraxılış varsa artıq 100 illikinizi etməməyə ixtiyarınız yoxdur. İnşallah o cümlədən də mən bu verilişdə hər zaman öz gözəl sözləri ilə, təəssüratları ilə, gözəlliyi ilə qonaq qismində olan mı deyim, ya münsif qismində olan Toma xanımın da ödül almaq münasibətilə təbrik edirəm. Sərxanın bu baxımlı, çox sevilən verilişinin 100-cü buraxılışını ürəkdən təbrik edirəm və Sərxana deyirəm ki, həmişə belə qaldı. Çox gözəl bir verilişdir. 100-cü olmasın, 100 illik olsun inşallah. Biz bir ailənin üzvü, yəni lider ailəsinin lider üzvləriyik və mən lider dostumu təbrik eləyirəm. Sensizliği kalbimi yovutmadın, kayıtmadın, kayıtmadın. Ay hatırlayarsan, hatırlayarsan, hatırlayarsan beni. Hatırlayarsan, hatırlayarsan, hatırlayarsan beni.
üzünə, o qara gözünə, möhtacam sözünə. Niyə yox deyirsən, niyə yox deyirsən, niyə yox deyirsən, vuruldum özünə, elə yox deyirsən. Hüsnümü dərdimə, dərman deməyim, bəs nə deyim, nə deyim, nə deyim, bəs nə deyim, nə deyim, nə deyim. Tutamazsın bir çiçeğin izidir, alay gözüm kulakların gözüdür. Yüreğimde məhəbbətin özüdür, yüreğimle bacarmıram neyləyim. Aman, 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 ovçu, vurma beni. Ben bu dağın balım maralı, yanıyordan Ali boy kuşana. Vay vay gözleri bu adam kimi, dağları bal kimi, özüdəki ceyran kimi, adıdaki Nurcan. Bax belə, bütün bunlar Şahənşahda baş verən Nə Olsun proqramının 100-cü bölümünə aid gələn qonaqlarımız və hər kəs sevinirdi. Hər kəsə buradan özlərinin təşəkkürümü bildirirəm. Dəvətimi qəbul edib gələn insanlara, vaxtı olmayıb, gələ bilməyən insanlara da özlərinin təşəkkürümü, amma bilin, gəlməyən bir-iki nəfər var ha. Bir də heç yerə dəvət eləməyəcəm, yəni xəbəriniz olsun. Çox şey itirdilər. Çox şey itirdilər, bəli. Buyurun Tılay xanım, bir daha sizləri burada görmək mənim üçün çox böyük bir keyif. Ben de buraya konuk olmayı hep istiyordum. Seyrettiğim çünkü YouTube'dan olsun, Normal Lider TV, internetten olsun seyrettiğim zaman mutlaka senin konuğun olmak istiyordum. Kalbim temizmiş. Və tuttu. Teşekkür ederim. Ben bir daha bakın bu 100 bölümde bizimle beraber olan ilk günden Golf Bakı'ya özlerinin teşekkürümü bildiririm. Ahmet müəllim başta olmakla bütün kollektivine onlar ilk günden bizimle beraber oldular. Ben Elatsa, Emin Bey'e, Rüfət Bey'e özlerinin teşekkürümü bildiririm. Çünkü siz de çok mükemmelsiniz. Çünkü siz Azerbaycan'da nömrə 1 geyim yani moda evisiz. Size özlerinin teşekkürümü bildiririm. Ben Dellora'ya özlerinin teşekkürümü bildiririm. Dellora həqiqətən yalandan vəd vermir. Dellora faizsiz önemlisi olan faiz ödemeden kredi. Yalnız Dellora'dadır. Mən istər Samir Bey olsun, istər İlhamə xanım olsun, tanıdıklarımdan getir söhbət və bütün kollektivinə özlərinin təşəkkürümü bildirirəm. Çünki sizin də zəhmətiniz, əziyyətiniz var və mən Gül Dünyasına özlərinin təşəkkürümü bildirirəm. Hacı Valid başda olmaqla bütün kollektivə özlərinin təşəkkürümü bildirirəm. Gül Dünyası nömrə 1'siniz sizdən yoxdur. Və mən öz təşəkkürümü Məhbuba Ekskluzif Pərdə və Tül evinə bildirirəm. Çünki Məhbuba xanımda çalışan o xanımların hər birinə öz salamlarımı çatdırıram. Siz də mükəmməlsiniz. Başqa kimlərə mən öz təşəkkürümü yadımdan çıxardaram. Tamella xanım birdən sonra biabır olarıq. Yox, hamısını dedik. Və təbii ki, elə mən bugün Tamella xanıma özlərinin təşəkkürümü bildirirəm. Hər zaman yanımdadır və hər zaman yanımda olmasını arzu eləyirəm. Çünki Tamella xanım bugünə qədər kimsə gəlib Sərxana deməyib. Tamella xanım demədilər. Çünki nə olsun demədilər. Çünki Tamella xanım öz işini bilən bir xanım, Tamella xanım başarılı bir xanım, elə ona görə də o ödülə layiq görüldü. Mən bir daha Ceyran xanıma, mən bir daha Ülvi bəyə özlərinin təşəkkürümü bildirirəm. Mən bir daha bütün çalışan insanlara özlərinin təşəkkürümü bildirirəm və öpürəm sizləri.